Günlərdə əməkdar jurnalist Xoşqədəm Hidayət qızı aparıcısı olduğu Səni axtarıram verilişində Tovuz rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədovu axtarsa da tapa bilməyib. Teleaparıcı efir vasitəsilə dəfələrlə onunla danışmaq istəsə də əlaqə alınmayıb. Daha sonra Xoşqədəm Hidayət qızı efirdən icra başçısını sərt tənqid edib. Manset az günlərdə efirdən müraciət edilən və tapıla bilməyən icra başçısı ilə əlaqəyə keçib. İcra başçısı ilə telefon danışığı zamanı Xoşqədəm Hidayət qızı günlərdir sizi efirdən səsləyir. Saytlar və portallar bu barədə yazır. Nə üçün ona cavab vermirsiniz sualını Məmməd Məmmədov eşitsə də heç bir cavab verməyib. Güya ona ünvanlanan sualı eşitməzliyə vuraraq dəstəyə asıb. Daha sonra isə telefon zənglərinə cavab verməyib. İcra başçısı kimi rayonun rəhbəri və önəmli siyasi vəzifə sahibi Məmməd Məmmədovun mediaya belə münasibəti onun jurnalistə, ölkənin məşhur teleaparçısının zənglərinə cavab verməməsi və yaxud cavab verərək sualdan sonra dəstəyə asması təəssüf doğurur. İcra başçısının diqqətinə çatdırmaq istəyirik ki, hər bir vəzifəli şəxsin başlıca vəzifəsi Azərbaycan xalqına diqqət və qayğıdan başlayır. Qeyd edək ki, Səni axtarırama Tovuz rayonundan Günel və Niyazi cütlüyü müraciət edib. Onlar 4 uşaqlı ailədir. Dolanışıqları çətin evləri olmadığına görə proqrama müraciət edərək uşaqlarını atmaq istəmədiklərini, rayonda hər hansı işlə təmin olunmalarını istəyiblər. Onların sağlamlığı ilə bağlı məsələlər verilişdə olan həkimlər vasitəsilə həll edilib. Tovuzda işlə təmin olunmaları ilə bağlı isə rayon icra başçısına efir vasitəsilə müraciət edilsə də, məsələ ilə bağlı günlərdir cavab alınmayıb və icra başçısı ilə heç cür əlaqəyə keçmək mümkün olmayıb.